Salam, hər vaxtınız xeyir olsun. Mən bir mövzu var, o mövzudan danışmaq istəyirəm. Həqiqətən də şoka düşdüm, eyvallah, billah. Bilmirəm, indi yalan deyirdi, doğru deyirdi. Mən bu Şamar Salman YouTube kanalında canlı yayım atırıq arada bir. Müəyyən dostlarımız var. Öz aramızda müəyyən bir söhbət edirik. Başqaları da gəlir, məsəl üçün müəyyən qədər bir söhbətlər olur, belə deyək də oradan burada. Bir qadın adı ilə bir nəfər gəldi axşam, bir tanımadığımız bir şəxs gəldi. İndi bilmirik, yəni bəy idi, yəni kişiciyəz idi, yoxsa qadıncığaz idi, indi bilmirik, onu tam dəqiq bilmirik. Qadın adı ilə danışdı da, belə deyək də, qadın adı ilə danışdı. Dostlar, bu paylaşımı bəyənin ki, bu mövzunu hamımız müzakirə eləyək də, belə rəy bölümündə, rəylərdə müzakirə eləyək. Deməli dostlar, həqiqətən də vallah billah mən dəhşətə gəldim. Sonra canlı bağlayandan sonra gecə yatağında da fikirləşdim ki, yəni yatmağa uzananda da fikirləşdim ki, bu ola bilərmi? Bu belə bir şey ola bilərmi? Ata qızını 12 yaşında zorla kiməsə ərə versin. Özü də kimə ərə versin? Belə deyək də 56 yaşında birinə 60 min məbləğində ola bilsin dollar orada 60 min dollar məbləğində qızını satıbdır da, belə deyək də. Bu şərəfsizlikdir vallahi. Həqiqətən də tək bu ümumiyyətcə var, belə bir şeylər var, olubdu, olacaq da, belə deyək də. Nə qədər müasirlik olsa, nə qədər belə dünya düzəmi dəyişirilsə də, insanların fikirləri bambaşqa olsa da, amma o köhnə fikirli, köhnə yox, geri zəkalı, belə deyək də, geri zəkalı, belə deyək də, ən belə savadlı, belə dərrakəli adam da olsa, amma elə tipli insanlar var, insan demək olmaz eləsinə. Sən təsəvvür elə, 12 yaşında qızı 56 yaşında bir kişiciyəz də öz doğmaca qardaşı, belə deyək də, doğmaca qardaşına, uşağın əmisinə ərə ver. O uşağın əmisi, o qız uşağı ilə nətər, belə deyək də, ünsiyyətdə olubdu. Mən maraqlıdır hələ də. Vallah, billah, mən axşam belə fikirləşə qaldım ki, bu nədir? Hər dəqiqə, hər saniyə fikirləşə qalıraqsa, bu nətər olan şeydir? Bir yad ola deyəsən bir cəhənnəmə, əmi olmasın, dayı olsun, ya əmizadə olsun, ya nəlim nəsildən, ya kökdən kimsə. Yəni 56 yaşında, 50 yaşında bir kişiciyəz, belə deyək də, ona kişi deməzlər, kişiciyəz deyirlər eləsinə. Sən qardaşın qızını pul məbləğində beygeriyyət qardaşından al ki, uşaq doğulduruyla, qız uşağı. Təsəvvür elə, indi həmən qadının, belə deyək, 33 yaşı var, təsəvvür elə 20 yaşında qızı var. İndi nəlim, vallah, nə deyərsən, mən vallah belə pis oldum həqiqətən də ki, belə indi də müəyyən bir müasir zamanda müəyyən bir gədəciyəzlər var, elə qadınlardan, yaxud o qadın da elə gədələrdən istifadə eləyirlər, müəyyən bir tələbatı ödəmək üçün və həm də müəyyən məsəl üçün qadın alveri da, belə deyək də, eləyirlər. O şərəfsizlikdir, qeyrətsizlikdir, namussuzluqdur, bir sözlə ki, əclaflıqdır. Dostlar, sizlər də həqiqətən də fikirlərinizi bildirin. Mən dəhşətə gəldim, həqiqətən dəhşətə gəldim ki, bu nətər olan şeydir. Mən hələ belə şey, mən bilməyim, vallah. İnsanlar
məzəli olmuşuq da, məzəli. Heç vaxt məzəli günə qalmayaq. Yaxşıların Allah canına sağlıq versin. İstəyir bəylər, istəyir xanımlar. Pislər də ki, elə həmişə pislik içində boğula qalsın da. Yəni pis qəlbli. Məsələn, belə görürsən də, bax bu mövzu danışdım, müzakirə elədim ki, yəni bu əmi 56 yaşında qardaşı qızını alıb özünə arvad edib də, yəni bilirsiniz də, o da almayıb, elə bir arvad eləməyib, elə bir onunla yəni əlaqədə olub, belə deyək, əlaqədə olub, sonra da bir başqasına ərə veriblər. Bircə dəfə, əmi bircə dəfə 60.000 məbləğ, 60.000 razılaşma ilə. Ayıb olsun. Utansınlar, ölsünlər, boyunları yerə girsin. Nəlim, yalandır, doğrudur, vallahi nəlim. Mənim canlı yayımımda yazdılar. Mən də bunu danışmağa həqiqətən də vallahi mən sözün açığı heç inamım da yoxdur elə söhbətə ki, yəni o mənim, amma var, elə qeyrətsizlər var, belə deyək də, bu hər bir yerdə, hər bir belə deyək də, hər bir millətdə var, belə deyək, hər bir xalqda var, hər bir millətdə var, belə qeyrətsizlər, amma nəlim, yenə də inamım gəlmir. Ola bilər, 13 yaşında qızdır, məsələn 17-18 yaşında, 20 yaşında oğlana ərə verərsən, o başqa məsələ. Yoxsa, qeyrətsiz əmi, papağını yerə soxsunlar sənin. İndi nəlim qoşaq, neçə yaşım var? İndi deyən deyir 65 neçə yaşı var. Yox, deyən qoşuyorum. 13 yaşında 27 yaş böyüdü, 40 yaşı var. İndi haradasa 60 yaşı var. Bir sözlə ki 60 yaş nə deyə belki görülür. Bir sözlə ki peysərlik. Dostlar, siz nə fikirləşirsiniz? Bu mövzu nədən başa düşdünüz mü mövzunu? Başa düşdünüzsə də Allah köməyiniz olsun. Bildiriş verərsiniz. Allah hamınıza can sağlığı versin, könlünüz xoş olsun, sevgi dolu həyatınız olsun. Sevin, sevilin, can deyin, can eşidin, həmişə mehriban olun. Mən də fikirlərimi bölüşdüm, danışdım. Sizlər də bu mövzu haqqında fikirlərinizi bildirərsiniz. Ki, yəni bu 12-13 yaşında qız uşağı, 12 yaşında qız uşağını öz qardaşına 60.000 məbləğində satıbdır. Qızın da indi əmisindən deyil, uşaq. Sonra bir başqasına ərə verib atası. Elə bir 12 yaşında əmisinə verib, 13 yaşında da bir başqasına. Elə 13 yaşında da uşaq doğubdu. İndi uşağının 20 yaşı var. Özünün də 33 yaşı var. Nəlim, valla tanımıram, bilmirəm. Bəlkə də yalandan özündən senari quraşdırıbdı. Səfik qızı, səfik deyil, nəlim ya səfik oğlu, səfik deyil, qız adı ilə yazdı. Nəlim, başım çıxmır. O qədər elə səfsaq adamlar var özlərindən. Filfilo şeylər quraşdırır. Bəlkə də yalandan quraşdırır, nə bilim, valla. Amma ola bilər. İndi belə müzakirəmizdə də indi yəni rəy bölümümüzdə fikirlərinizi bildirərsiniz. Belə Primeriямızda da yenə onu kimi heç nə, açıq salamatçılıq olsun. Mən də sağ olun, canım sağ olsun. Mənim daim izləyicilərim də sağ olsunlar, canlar sağ olsun. Allah xoşbaxt eləsin. Həmişə ehtiyatlı olmaq lazım. Kişi kimi yaşasın, qadın da qadın kimi. Nə olar ki, belə deyək də, kişi məsəl üçün başqa bir qadınla da söhbət edə bilər, qızla da söhbət edə bilər. Ancaq kişi kimi söhbət eləsin. Kişi kimi. Nə olar ki, söhbət belə danışmaq, deyib, gülmək, o heç bir şey.
Ancaq məsəl üçün belə deyək, mənim belə deyək də 40 yaşım var. Mən özümdən nə bilim neçə bir ikincisi mən belə deyək, Allah hər bir şəxsə ailə nəsib eləsin, belə oğul qız nəsib eləsin. Birisi mən eləmərəm belə şey, həqiqətən də xoşum gəlir. Amma yəni belə ola bilər də, indi belə deyək də kimləsə söhbət edə bilərəm, deyib gülə bilərəm, olur da, indi canlı yayımda deyirik, gülürük belə. Amma kişi kimi məsəl üçün belə deyək də, hər bir şey öz yerində, sağ-salamat da, yoxsa oğraşlıq eləyib, əcəlaqlıq eləyib, kimisə qadınına göz tikib, yaxud kimisə qızına əstağfurullah, Allah da olar. Elə göz tikənlərə də mən bilirəm nə deyəm. Kişisən, qadınla ünsiyyətdəsən, ailə qur, xoşbaxt ol və tamam. Nəysə, bu biraz qərib məsələlərdir. Mən belə biraz nətərdəkdə elə anlayış, nətərdəkdə psixoloji bir gərginliklər var da. O gərginlikləri müəyyən qədər mərhələ keçirtməyi tam başa sala bilmirəm. Ola bilsin, üzrlü sayasını. Yəni insanıq. İnsan kimi həyatımızı yaşayaq, kişi olsun, qadın olsun, hər bir şey. Şəxs öz yerini bilsin. Bax belə oldu. Təşəkkür edirəm hər birinizdən, minnətdaram.